Не только советником я хочу, я и министром. Mən nəinki köməkçi, o cümlədən nazir vəzifəsində də Azərbaycanlılardan olmasını istərdim. Bu məsələnin üzərində işlər gedir. С удовольствием, с большим. Gürcüstan hökumət başçısı Bicini İvanaşvilin dövlət vəzifəsinə təyin etmək üçün layiqli Azərbaycanlı axtarışların həyat nəticəsini verdi. Baş nazir Milli Azlıqlar üzrə köməkçi vəzifəsinə Əslan Qardabayın rayonunun Qaratəhlə kəndindən olan gənc hüquqşünas Savalan Mirzəyevi təyin edib. Yeni köməkçi artıq prioritetlərini də müəyyənləşdirib. Mənim iş məqsədlərimdən ən önəmlisi odur ki, bölgədə milli azlıqların yaşadığı bölgələrdə olan problemləri baş nazirə çatdırmaq və adiyyəti orqanlara bildirmək və həmin problemlərin çıxış yollarını axtarılması, bircə iş nəticəsində axtarılması, tapılması. Bölgədə problemlər var. Gürcüstanın hər bölgəsində olduğu kimi Azərbaycanlıların kompakt yaşadığı bölgələrdə də problemlər var. Ancaq bu problemlər illər ərzində yığılmış problemlərdir. Bunların həlli üzərində çalışmaq bizim borcumuzdur. Qeyd edək ki, 27 yaşlı Savalan Mirzəyev buna qədər Gürcüstanın reinteqrasiya məsələləri üzrə Dövlət Nazirinin müşaviri vəzifəsində çalışıb.